Salam əziz izləyicilər. Salam avtomobil həvəskarları. Hər birinizi xoş gördük. Bugün yine biz maşın bazarında Yeni çəkilişimizə start veririk. bir həftəni geridə qoyduq və bugün biz yine maşın bazarındayıq. Belə deyim, o bir həftədə mən izləyicilərim üçün həqiqətən çox darıxdım. Çoxlu şərhlər yazılır və unutmayın ki, biz o şərhlərin hamısını tək-tək oxuyuruq. Bizim izləyicilərimiz daha çox Lada Priora maşını ilə bağlı istəyir ki, məlumat alsınlar. Qısaca olaraq nə demək istəyirsiniz bu maşın barəsində? İli 2013'te 14 satışdı. Aydındır. 66 bin getdiyi yol. Motor həcmi nədir? 1.6. Dollarla satırsınız, necə də Yok, lazım? biz dolar tanımırıq, biz manata satırıq maşınımızı. Gördüyünüz bu Toyota Prado markalı maşını isə maşının sahibi 28.500 AZN təklif edir. Yəni bizi izləyən izləyicilərimiz maraqlanırlar ki, kreditlə maşın. Bax bu maşının krediti varmı? Yok. Nağd. Heç cür. Heç yok. Mən istəyirəm kreditini alam xanım. Kreditdən. Gələn o qədər baha deyir ki, mən ala bilmirəm. Və bugünkü günü mən ala bilmirəm. Siz indi bax bu dəqiqə bazardasınız da. Hansı maşın almağa çıxmısınız? Mən istəyirəm Prado ola. O da ağ rəngdə Prado ola xanım. Qurana. Biz elə düşündük siz Sovet maşınına üstünlük Yox, verərsiniz. mən istəyirəm ki, mən qəşəng Prado, sizin kimi xanımlar gözəl canım. Mənə sual verirsən, mən də istəyirəm ki, qəşəng Prado verim, xanımım gəzdirsin. Mən gəzdirəm onu rayonlarda. Hal-hazırda cibinizdə nə qədər pul var? Mənim 10 minim var. İstəyirəm qalanı qoyam Prado. Sizcə 10 minə Prado düşər? Yox, mən istəyirəm kredit şərtinə xanım. Kreditlə. Bəli. Gərək axtarıb arayasınız bu bazarda. Arayıram. Çox baha gəlir. Bugünkü günə mən cibimə görə uyğun yox. Orada salonlardan maraqlandınız, yəni o kreditlə. Baha başı gəlir. Onu mən ödəyəncə mən gərək üzr istəyirəm ki, gərək ömür boyu ödəyəm. Bir 7-8 il ödəyəm. Motor həcmi nədir maşının? 2-3 motordur, kompresor. Qiyməti nə idi? Qiyməti 12.500 Dolar yoksa buna. manat. Qiyməti necə? Real alıcıya endirim nə edə bilərsiniz? Artıq bilirsiniz ki, yeni il yaxınlaşır. İnsanlarımız qiymətli çalışır, endirim eləsin. O baxır da indi cıq həşliyin nə qədərdir də. Razılaşmaq olar. Yəni son qiymət siz dediniz nə oldu? 12.000. 12.000 manat maşının yiyəsi sahibi 12.000 manat olduğunu dedi. Daha çox izləyicilərimizin marağına səbəb olan Mercedes markalı maşının qiyməti 9.500 AZN edir. ...2015'indi, 12.500'e. AZN yoxsa dollara? 12.500 AZN. 12.500 AZN. Endirim var mı? Var. Nə qədər məsəl Real üçün? alan üçün bir 500 çıxarır. 500 AZN endirim edirsiniz. Bəli. Sizcə baha deyil ki? Yox, qətiyyən. Yanvar ayından vapşım qalxacaq maşını. Real alıcıya, yəni son qiymətiniz nə olardı? Yəni dirəşən olsa, Aha. biraz da hörmət eləmək olar. Maraqlıdır bu maşında, bu çeşkada nə var, nə yox. Hamı yaman izləyir. Maşının qiymətini bilən var? 10.000. Endirimi nədir? Motor həcmi nədir? 2-3 motordur. Baxın bayramla əlaqəli. Sizcə maşın baha demirsiniz? Bazara baxanda baha demirik.
Bazarı yəqin ki, fırlanas, baxas, görəsiniz sizə deyirlər. Gəlib belə maraqlanan soruşan olubmu? Soruşan olub bəli. Endirim edə bilirsiniz. Belə də cüzi endirim eləyə bilirik. Cüzi deyəndə ki, məsəl üçün nə qədər edə bilərsiniz o endirimi? Katalog 300 manat. İli 2000-ci ildir. Bəli. 14500 manat. İkisi də Sizcə hansı bir endirim edərsiniz müştəri üçün? 500 manat. 500 azayın endirim edəcək söylədiniz. Maşın sahibi. Siz neçə edirsiniz bu Nivanı? 12 min manat. 12.000 manata. 2016-cı il belə. Sizcə baha deyilmi? Xeyr. Bax bizi izləyən izləyicilərimiz daha çox Sovet Rus maşınlarına önəm verirlər. Siz realda endirim nə edə bilərsiniz bu Nivaya? 200-300 manat belə. Maşın pulu 1.8-111 motordur, təzə motordur. Bəli. 111 motor, 131 at qüvvəsidir. Maşının hər bir şeyi var. Full salondur. Sidene qızdırıcısıdır, canımsadı, yukudur, canımsadı, elektron karavkadır. Yəni maşında vuruq əzik qeyri-mümkündür. Harada etsən, vaxtıra da bilərlər ki, alıcı boy bir. Qiymət nə idi? Qiyməti 10 minə deyirəm, aşağı yeri var yəni, iki danışıq yeri var. Bəli, bəli, hər həftə maşın hər həftə qalxır. Ola bilsin ki, yeni ildən sonra Allah hamıya gözəllik qismət eləsin, yeni il. Allah hər kəsə maşın qismət eləsin. Qarşıdan gələn yeni il yenə bütün hamıya nə tür dövrəkdən təbrik eləyirəm. Mən sizin kanala da diqqət edirəm. O gün bizim kanalı, sizin kanalı biz izlədik. Mən də izlədim, yoldaşlarım da izlədi. Çox təşəkkür edirik sizin kanallara. Bir sözlə əsl ailə maşınıdır. Almağa dəyər. Forumuza geçti maşın almak istəyir, o da çok pahalı. Abi de 190'ı 5.600 değil. Niyə məhz bu Mercedes markalı maşını seçirsiniz? Böylesem bu sade maşınlarına göre. Deməli maşının ili nədir? İli 94-cü ildə 2.5 motordur. 2.5 motor olduğunu söylədi. Bəli, benzindir. Bəli. Benzindən işləyir. 2014-cü ildə özümüz Bot şəhərindən gətirmişik. Öz adımıza. Yəni heç bir daverin üstadı yoxdur. Bəli. Maşın şəhər maşınıdır, şəhər daxili sürülür. Şəhərdən kənara çıxmır. Şəxsi özü üçün öz alan adam Allah xeyir versin. Maşına da heç bir manat, heç bir xərc tələb olunmur. Bu maşında kredit varmı? Yox, kredit bir nağd alan olsa, nağd pul alan olsa, təbii ki ona güzəşt olunacaq. Maşının sahibi güzəşt olduğunu söylədi. Bəli, güzəşt olunacaq. Yəni o da sürsün, alsın, aparsın, Allah xeyir versin. Çox gözəl, ruzulu, çox ailə maşınıdır maşın. BMW Alman maşınıdır. Alman maşınından heç kim etiraz eləyə bilməz. Heç kimdən narazı qala bilməz. Özü, öz şəxsi avtomobilini satan adam bazarda bəlkə də yeganə insan. Soyuq havada, yəni heç kim bayıra çıxmır. Bu hava soyuqdur da ona görə. Hayda. Hava da çox soyuqdur, amma çalışırıq sizlər üçün məhz çəkilişlər edək. Yeni qiymətləri bu ilin, yəni 2017-nin qiymətlərini siz də biləsiniz. Yoxsa soyuqdan gizlənirsiniz? Soyuqdan. Axı siz kişisiz. Nədədir? Yox, ben izləyicilər deyəcək ki, mənim başımda papaq var, deyəcəklər xanımın başında papaq yoxdur deyə məni qınayanlar olacaq. Səncə qınayan olar məni? Yəni olarlar mı? Qınayarlar mı? Yəqin ki, qınayan olur.
xanımlar daha çox kişilərdən ürəkli olur. Bayaq birinə sual verirəm, maşında daha çox niyə gizlənib əyləşmisiniz? Bir müştəriləri də nəzərə alımda. Deyir ki, soyuqdur. Ay, Deyir, Naz. ən azından siz kişisiniz, soyuğa qazağa yəni güc gəlmir. Yox, kişi, elə evi çörək gətirən kişi də kişi xəstələnsə, evi kim dolandıracaq? Ay Nazlı, ay qadın. Bizim elə xanımlarımız var ki, 1000 kişiyə bərabərdir. Var, mən işlədim biləm. Amma ki, İş xanımlarımız var. yox, bax, evə çörək gətirən kimdir? Bax, bu kişilərin çiynindədir də bu evin yükü. Ay qadın alım səni. Bax, operatorumuz kişi, mən kişi. Olar, mən də bir kişi. Doğrudan əgər sən həqiqətən bu kişilərin arasında Mən bunlarla əgər dil tapıb, danışıramsa, onları danışdırıb müsahibə ala bilirəmsə, özü bir kişilik deməkdir. Baxın, elə siz kreditlə maraqlanarkən biz kredit növü ilə olan bir daha bir maşını yəni gördük. Kreditlə hər növ avtomobillərin krediti. niyə söyləyirsən təkərlərdən? Burada ən çox əziyyət çəkən də təkərlərdandır, qardaş. Nəysə 5 manat. 5 manat? Bəs eləməz yəqin ki sənə. Ətirli nəfəsin, sözləri şirin ay Yusuf, gözəl arzuların qoy dəniz olsun. Yaşasın qəlbində el məhəbbəti, sədaqət, ehtibar, dostluq ürfəti. İstəsək görərək xalqın hörməti, gərək əməllərimiz ləkəsiz olsun. Allah canınızı sağ Çox sağ olsun. ol. Bax dayı, siz Yusifə aid şeir dediniz. Axı mənim adım Nazlı xanımdır. Nazlı xanım, nə? Ay Nazlı xanım. Bəli. Əgər gəzsək, görsək, bilsək, görərik ki, hər bir əkilən ağacın barını görülməlidir. Onların da biri sizsiniz. Allah Çox sizin sağ də olun, barınıza, təşəkkür edirik atanıza, bizə. ananıza qismət Allah etsin. can sağlıq versin Allah sizə. canınızı. Sağ Deyir, olun. şairlər yığılsın, imtahan verim, ay Nazlı xanım. Şairlər yığılsın, imtahan verim, 5 ala bilməsəm, çahar alaram. Şehir meydanına neymət yığılsın, ləl ala bilməsəm, göypər alaram. Canınızı sağ olun. Təşəkkür edirik. Çox soyuqdur. Çalışırıq bürüzə verməyək. Elə ümumiyyətlə söz gələcəkdi ki, yanvardan maşınlar qalxacaqdır. Bəli. Ona görə də inşallah yəqin ki, belə getməz də, yaxşı olar. Bazarda da maşın azdır. Satan çoxdur, alan azdır. Maşınlarla özümüz də maraqlanıb görək. Satacaq bir şey ala bilərik, ona görə ki, elə satmaq heç sərf eləməz. Siz də Yox. maraqlanırsınız. Satırıq. Bəli. Prosto biz deyən pulu versələr satırıq. Yəni Siz belə məsəl üçün nə qədər yəni o maşına qiymət qoymusunuz? biz maşına qoymuşuq 7,5. Hansı növ maşını idi? Seçkadır, Mercedes. Neçə nəfər gəlmişdilər. Biz nəsə bir 100 lira. Siz də endirim edə bilirsiniz. Yox, yox. Niyə? O Bax, hamı endirim istəyir də. endirim istəsinlər biz. Hava da soyuq, hamı istəyir ki, bugün maşın alıb çıxsın bu bazardan. Valla biz onu eləyə bilmərik də. Yəni bizim maşına görə eləyə bilmərik. Çünki Maşının sahibi çox sərtdir. Çalışırıq onu yumuşalda. Neçəzə atsan maşını? 14.500. Bax, gəlib soruşan var. Yaraşır. Maşını tək gəlmisən satmağa? Aha. Papa buralardadır. Maşının qiyməti nə idi? 14.500. Baha deyil ki. 500 düşür də. Bez kraska maşını olduğuna görə 14.500 olmalıdır. Olmalıdır. 2008 model. Bəs yaxşı, gəlib desələr ki 500 azəyə endirim elə. Yox, olmaz. Düşmə. Sən endirim etməsən də papan etsə onda necə olacaq? Yox, Olar edər, da. edər. Bizim müştəriləri yəni ki nəzərə almaq lazımdır. Bax, papa indi bunu satıb nə almaq istəyir? Hansı maşını almaq istəyir? Nə bilim, bilmiyorum. Bəlkə BMW alsın, mən BMW. Fərq eləmir. Sən hansı maşına xoşun gəlir? Mercedes elə. Elə Mercedes. 2 motor troykadır. Aydındır. 94-cü il.
Bəli. Qiyməti nədir? Qiyməti 5 min. Qiyməti 5000 deyirsiniz. Sizcə baha deyilmi? Niyə? İndiki bazara görə yaxşı. 5000 necə? Dollarla yoxsa AZN-lə? AZN. Kredit varmı sizin bax maşında? Yox, 94 min maşındır. Aha. Olur mu maraqlanır? Neçə nəfər maraqlanır? Maraqlanan çoxdur, ömrəm istəyən var. Bak, indi BMW sürən ki, çoxsa deyir BMW rasxodlu maşındır, BMW çox benzin. Nə deyə bilərsiniz? Yox, nə biraz solu yox. Tam tuning olunmuş maşındır. Yəni BMW almaq istəyənlər məsləhət görürsünüz. Məsləhət görürəm. Endirimi var mı maşının? Bəli. Nə qədər? 4 yarıma verərəm. 5'e deyirsiniz amma 4 yarıma son qiymətdir. Son qiymətdir, bəli. Gördüyünüz bu Nissan markalı avtomobilin sahibi maşını 21 bin manata təklif edir. ildir. Bəli. 1.8 motordur. Qiyməti nədir? Qiyməti 9500. Sizcə real alıcıya nə endirim edərsiniz? Bax belə küləkli, soyuqlu bir havada. Alıcıya endirim eləmək olar. Nə qədər məsəl üçün? Bax izləyicilərimiz də bilsinlər, maraqlansınlar. 500-ü keçər. 500 AZN maşının sahibi, yəni endirim edəcək söylədi. Deməli bizim keçən bazar çəkilişimizdə Tural adlı izləyicimiz vardı ki, Rusiyadan bizi izləyirdi. O bizdən xahiş elədi ki, onun Rusiyada Range Rover var, satıb Azərbaycanda gəlib Range Rover almaq istəyir və bugün biz də buradan Range Rover'ların qiymətini maraqlanırıq və sizlərə istəklərinizi yerinə yetiririk. Motorun buraxılışı, maşının buraxılışı 99. Bəli. Motor 2.4. Vurğunlu, öz işimiz üçün almışıq, indi ehtiyaclar satır. İli nə idi? 99. Aha. Qiyməti nə idi? Qiyməti 10.500 deyil. Sizcə 10.500 baha demirsiniz ki?
Yox. Bugünkü bazara baxanda ucuz deyirik. Prosto nə satmaq istəyirik də, öz maşınımızla alverçidir. Bax, qiymət dedikdə, yəni insanlarımızın çoxsu deyir ki, bazarda daha çox artım müşahidə olunur. Sizcə bu düzdürmü? Bəli, indi hamı ekonom maşın alır da, biraz. Ekonom deyəndə hansı maşınları nəzərdə Məsəl tutursunuz? üçün 05, nə bilim, Priora, belə-belə. Bəli. Hamı sərfə bazarına gedir də. Heç nə də biz təzə maşınlardır, qiymətləri normaldir, sərfəlidir. Amma imkanımız yoxdur almağa. Bu köhnə maşınlarda yaman baha verilir. BMW almaq istəyirəm, Troyka 36 kuzov, o da imkan çatmır. Orada bir tanesi var ki 5500 orada Zəifdir də, çox zəifdir. şurada gelmedi. Ha, sürmüşəm, çünki sürmüşəm, ona görə istəyirəm ki, normal maşın alım. Maşın 2001-ci ildir. 2004 motordur. Qiyməti 11.000 manat. 11.000 manat. Bəli. Da siz maşını baha demirsiniz ki. Xeyr, yəni bazarda 11.500 var, 12.000 var bu model. Yəni ki, mən ucuz verirəm. Ucuz deyəndə ki, Normal da yəni. aha, Normal. bu soyuqda, sazaqda gəlib yaxınlaşsalar, desələr ki, son qiymət siz neçə verirsiniz bu maşını? Son qiymət 10.500-ə verərəm. 11.000-ə. Necədir? Xoşu geldi. Pis deyil. Mercedes tülkü göz. Əziz izləyicilər, bazarda çox çətinliklə də olsa bir ədəd hələ ki Volvo qabağımıza çıxıb, halbuki bayaqdan o qədər maşın çəkmişik. Mən valla şəxsən özüm Volvo'nun fanatıyam. Yəni Volvo'nun hər adam birincisi dəyərini bilmir. İkincisi də ki Azərbaycanda biraz Volvo'dan adamlar qaçırlar. Nəyə görə? Çünki biraz ehtiyac series məsələsinə görə elə maşın almaq istəyən Mercedes istəyir, BMW-dir. Hətta Volvo haqqında belə bir şey var. Deyirlər ki ay Volvo deyir, maşınların deyir, şirkətin müdürünə deyirlər ki, şirkətin müdürünə. Bəs ay müəllim, ay bu şirkətin müdürü. Bəs bu sizin maşınlar nəyə görə belə kvadratdır, bir başa forması yoxdur? Deyir ki, bizim dəmir möhkəmdir, biz bu dəmiri bu qədər əyə bildik də, yəni çox əyə bilmədik. Yəni ona görə Çox əysəklər nə baş verərdi səncə? əyilmir də, yəni dəmiri metalı möhkəmdir. Daha möhkəmdir, keyfiyyətlidir bir Əlbəttə, sözlə. tank deyir, tank var. Mənim pulum olsa sən bir dəqiqə alaram. Çəkinmədən, yəni belə bir maşını alın. Əlbəttə, Yəni ürək eləyin. əlbəttə ki, tankdır. Mən bu dəqiqə pulum olsun, bu maşını Alarsan. alaram. Niyə almıram ki? Tankdır. Süfremize çay gelsin çay, hiç pislik üfleye üfleye. Süfremize çay gelsin çay, çayın tadı güzel, özü adı güzel. Elçi gelende kapına, ona şirin çay ver. Yazan sevgilin adına, hoşbəxtliyə hay ver. Ona şirin çay ver.
1'dir, 2.8'dir. Bəli. Qadır. Udarı, dəyişən detalı qətiyyən yoxdur. İli nə idi? 2001. Təmiz pasport 2001. Motor həcmi bəs? 2.8'dir, təmiz nemkadır. Yəni bir kit qazadırdı, orijinal roldur. Bəli. Yəni bugünkü günə heç bir xərci yoxdur. İstənilən servisləri yoxlatmaq mümkündür. Qiyməti nədir? 14.500 deyirik. Yəni Bəli. reallı olsa aşağı verərik. Son fikrimdə tutun ki 14.000 manat. Sonu 14.000. Dediniz, maşının sahibi. Belə. Sizcə bu qiymətlərdə yəni... Vaxtınız xeyir olsun. Sağ ol. Necəsiniz? Siz yaxşı olun. Siz yaxşı. Çox sağ olun. Daxil. Satır, mən də almaq istəyirəm. Yaman tərsliyə salıb satmaq istəmirəm. Nə maşın almaq istəyirsiniz? Siz nə maşın almaq istəyirsiniz? Utanmayın, çəkinməyin deyin. Qismət olsa inşallah. Ucuz nəsə olsa. Ucuz dedikdə məsəl üçün sizin hal-hazırda cibinizdə hansı məbləğ var? Cibinizə uyğun. Bunu alsa inşallah cibimizə uyğun olacaq. Hansı maşını istəyirdiniz? Hansı növ maşını? Range Rover istəyir. Range Rover. Bəli. Yəni cibinizə uyğun olan maşın odur. Bəli. İnşallah taparsınız maşını. Allahın köməyi ilə arzulayırıq biz də. Bütün Azərbaycanlıları bu dünya həmrəyliyi bayramıdır. Yeni il bayramı bu münasibətlə təbrik edirik. Hər birinə can sağlığı arzu edirik ki, insanlar yaxşı qazanıb, yaxşı dolana bilsinlər ki, yaxşı arzuladıqları avtomobillərə də sahib ola bilsinlər. Qismətimizə Mercedes markalı maşın təsadüf olundu. Və Nazlı xanıma demək istəyirəm ki, izləyicilərimiz bu 2017-ci ilin yəni qapanış videosudur. Gələn ildə görüşmək ümidi ilə və belə deyək, elə bu qardaşımız da bizim daimi kanalımızın izləyicisidir. Elə o da indi gedirdi onunla bərabər. Yəni bizə təklif etdi ki, biz onun maşını ilə bazardan çıxışı edək. Və biz ona çox sağlığımızı deyirik Natiq qardaşa. Yəni həm videolarımızı izləyir, həm belə hörmətli oğlandı, sağ olsun. Biz də təşəkkür edirik. Allah da bazar versin və bazardan çıxırıq, ancaq bu dəfə vağzalı ilə yox. Getdik. Buyurun Nazlı xanım. Təşəkkür edirəm.